İyunun 14-də Beynəlxalq Qalereyada mərhum rəssam Rəşid Əzimovun əziz xatirəsinə həsr olunmuş Əbədi İşıq adlı sərgi tədbir keçirildi. Tədbirdə rəssamdan yadigar qalan 50-yə yaxın müxtəlif mövzulu əsər tamaşaçılara təqdim olundu. Sərgi öncəsi rəssamın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu. Ardınca Beynəlxalq Qalereyanın direktoru Elnurə İskəndərova çıxış edərək qonaqları salamladı və Rəşid Əzimovun sənət yoluna dair geniş məlumat verdi. O, rəssamın müxtəlif texnikalarda yüksək ustalıqla yaratdığı möhtəşəm əsərlərin Azərbaycan incəsənətində özünə məxsus yer tutduğunu vurğuladı. Tədbirdə mərhum rəssamın ailə üzvləri, atası Misirxan Əzimov, qardaşı Yaşar Əzimov, bacısı Fatma Səlimova, kürəkəni Fuad Səlimov, bacısı Könül Əzimova və digər qonaqlar iştirak edərək onun xatirəsini sevgi ilə yad etdilər. Onlar Rəşid Əzimovun əsərlərini bu gün də böyük maraqla izlədiklərini bildirdilər. Qeyd edək ki, Rəşid Əzimov 1980-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmış, lakin 1997-ci ildə gənc yaşında həyatdan ayrılmışdı. Onun yalnız ömrü deyil, bir çox əsərləri və arzuları da yarımçıq qalmışdı. Buna baxmayaraq, sənətkarın işıqlı irsi bu gün də incəsənətsevərlərin qəlbində yaşayır.